Salam Hicran xanım, xoş Aleyküm gəlibsən. salam. Bu günləri biz TRT kanalına gedirik. Bizim orada çəkilişimiz olacaqdı. Bəli. Gördüyün kimi Şəhid xanımı Hicran xanım yanımdadır. Xoş gəlibdir. Xoşunuza gələk. TRT proqramında bu günləri burada xaricə çıxış deyilən bir proqram var. Yəni daxildə gedən yox, xaricdə gedən proqrama, canlı yayma indi gedirik ora. Şimdi Azərbaycanın bütün şəhidləri haqqında Bəli. orada məlumatlar verəcəyik, şəhidlərimizi yad edəcəyik, şəhid ailələri haqqında danışacağıq. Yəni müharibənin törətdiyi fəsadlardan və sonunda da bütün dünya xalqlarına bir ana kimi, bir xanım kimi dünyaya sülh gərəkdir sözü ilə tamamlayacağım. İnşallah, inşallah. Mən də buradan Azərbaycana salamlarımı söyləyirəm. İlk öncədən şəhid ana və atalarına, birinci Qarabağ şəhid analarına, ikinci Qarabağ şəhid analarına, bütün şəhidlərə. Təkcə hərbi yox, mülkü, bütün fərq Qarabağ qoymuram uğrunda heç gedən. birinə. Türk şəhid analarına da salam söyləyirəm. Hər biri bizim Əlbəttə. üçün şəhidimizdir. Yəni Bəli, vətən deyib, ana deyib, torpaq deyib, onun uğruna şəhid olursa, istər hərbiçi, istər mülki, o şəhiddir. Şəhidləri bir-birindən ayırmaq olmaz. olmaz. Bəli. Sağ olun. Görüşmək üzrə. Görüşənə qədər.